İşıqlar hər gün sönür, hər gün səbəbsiz. Yarım saat, 1 saat, 2 saat yandırıb söndürürlər 10 dəqiqə, 15 dəqiqə. Tüm evdə elektrik cihazlarımız zərər görüb, neçəsi yanıb, sıradan çıxıb. Qubanın Alekseyevka, Zərdabi, Bağbanlı və Barlı kəndlərində uzun müddətdir ki, elektrik enerjisinin verilişi ilə bağlı ciddi problem yaşanır. Buna səbəb adını çəkdiyim yaşayış məntəqələrində gün ərzində ən azı 2 dəfə işıqların sönməsidir. Fasilənin qədər olardı, yəni bir saat olar, xəbərdarlıq olar. O gün olsun 5 dəfə, 6 dəfə işıq sönür bir gündə. Nə çətin deyəndə ki, avadanlıqlarım var, inkubatorım var, cücə çıxartıram, görürsən fəsadlar törətir, ziyan çəkirəm, əlavə benzin alıram. Yəni, mənə ziyandır, bu gündə 5 dəfə işıq sönülməz axı. İşıqlar vaxt olur ki, çox sönük qalır, bu da bizi heç xoş gəlmir. Təxminən bir 10 dəqiqədə olur ki, 3-4 dəqiqə işıq sönür və 3-4 dəfə də sönür. Yəni xaldanik yanıb, işıq sönüb yanıb ki, bu da xaldanik motoru vurub. Onu da 250 manat xərcə düzəltdirmişik. Bir var ki, təbii fəlakət olar, külək olar, yağış olar. Bir də var ki, adi günlərdə, əgər problem varsa, illər boyu bu problem davam etməli deyil də, yəni aradan qaldırılmalıdır. Problem varsa, niyə həll eləmirlər? Yox, əgər problem yoxdursa, niyə söndürürlər?